Yeni dizi part 1. Dizinin adı Ögey Anne'de. Yok. Üvey kardeş. Bu ve bu. Bunlar ne dedim? Bu bacıdır, bu bunun kızıdır. Bu da bunun oğludur. Bunlar ayrı ailelerde. Sonra bunun ikisi evlendiler. Belə bir şey serüvendi. İndi bu ikisini yukarı kaldıraq. Adlarını saymağı unuttum. İki özel karakterimiz var. Sen çekil. Bu ve bu. Bunun adı Şako. Bunun adı ise Günay. Bu arada bunların hamısını orada vərəqdə yazmışım. Oradan baxıram. Bunun adı Aygün. Bunun adı Mira. Bir de Zeyd'le Gül var. Bunlar da Zeyd bunun dostudur. Gül de bunun dostu. Bu arada bu otaq bu qıza sahibdir. Hamısı yerləşdi. Bu arada üzr istəyirəm, bunun qabağını qoymamışdım, qoydum. Bu burada oturur. İndi bunu da diziyə başlayaq. Dostu budur. Bunun adı Zeyd'dir. Hayda, çok pis bir şey oldu ya. Ne oldu yana? Ben bugün üvey bacım gelir. Ayda. Kimdi? Adı nədir? Adım falan bilmem ama deyəsən adı Günaydı. Pəgi? Ağlam. Aha, yandı yana. Hata. Hata, ne olur? Ağlam bacın gəlir, düş aşağı. Sən də bay. Düş aşağı deyirəm. Mən cavab verəm. Düşərlər. İşte gələr. Və onlar da gələrlər. Qapı döyürlər. Gəlin. Salam həyatım, necəsən? Yaxşı həyatım, gül çarım. Dördü də qonaq otağına giderlər. Bu arada bunlar parmaklarımla yemək zorundayım. Çünki qələmlə axı tüyür. Hamısı təkdə parmaq. Burada oturar. Divan açıl artıq. Neyse. Oğlan deyər. Oğlum get bacına otağını göstər. Yaxşı. Gəl. Burası senin otağında. Ben gittim. Oo, şu otağıymış. Bakalım. Eşyalarım düzgün. Şaka. Ha. Mənə bravo gəzdir. Ayağın yoxdur. Gəzdir. İkinci mərtəbəyə gedərlər. Bu arada bir gündən alışanlar gibi. Time durun.